Bir gün İmam Həsən və İmam Hüseyn əleyhissalam uşaq vaxtı olanda xəstələnmişdilər. Hədis belə nəql olunur və xanım Zəhra salamullahi əleyha, İmam Həsən, İmam Hüseynin anası və atası Əli ibn Əbi Talib əleyhissalam nəzir elədilər ki, uşaqların sağalmasına görə 3 gün oruç tutsunlar. Və bu işi də yerinə yetirdilər. 3 gün oruç tutdular. Allaha xatir və oruç tutmalarına görə də Allah Taala bu nəzri yerinə yetirmələrinə görə Allah Taala onlara övladlarına İmam Həsən, İmam Hüseyn əleyhissalama şəfasını verdi. Həzrət Peyğəmbər sallallahu əleyh gəldi, gördü ki, vəziyyətləri yaxşı deyil, rəngləri saralıb, ac insan hansı vəziyyətdə olar, necə zəifləyər, o vəziyyətdədirlər. Səbəbini soruşanda onlar da belə cavab verdi ki, biz oruç tutmuşduq səhərdən axşama qədər və axşam iftara hazırlaşarkən, süfrə hazırlayarkən qapı döyüldü və bir miskin idi, yoxsul idi. Öz yeməyimizi o aca verdik və özümüz də su ilə və yaxud xurma ilə iftar açdıq. İkinci günü də yenə orucumuzu tutduq. Axşam vaxtı iftarı hazırlayarkən qapı döyüldü. Bir yetim idi ki, ac olduğunu bildirdi və biz də ona öz yeyimizi, payımızı, qismətimizi verdik və özümüz yenə də su ilə iftar elədik və üçüncü gündə yenə həmin davamiyyətlə iftara hazırlaşırdıq ki, süfrəmizi də əyləşmək istəyirdik ki, qapı döyüldü və bir əsir idi. Ac olduğunu bildirdi və öz payımızı, qismətimizi verdik ona və özümüz də su ilə iftar elədik. Həzrət Peyğəmbər sallallahu əleyhə həmin vaxtı İnsan surəsi nazil olur və ayələr bu barədə, yəni bu xanım Zəhra salamullahi əleyhanın özünün və ailəsinin gördüyü iş barəsində ayələr, bir neçə ayə deyilir və gəlir çatır bu yerə. Bu yerdə deyilir ki, ayənin hissəsində və yut'imûnət-tə'amə ələ hubbihi yetim, miskinən və yetimən və əsira. Özləri qidaya, yeməyə ehtiyaclı olduğu halda öz paylarını miskinə, yetimə və əsirə verdilər. İnsanın təbiidir ki, əksər insanlar bu işi görürlər, hətta müsəlman olmasa belə, qeyri-müsəlman olsa da insan öz payından başqalarına, ac olan şəxslərə verir. Amma bir məsələ var ki, hünər o deyil ki, insan tox olduğu halda və yaxud yarı tox olduğu halda öz payını bir aca, yoxsula versin. Hünər odur ki, insan özü ac ola-ola öz payını başqasına versin. Yəni, isar eləsin, fədakarlıq eləsin. Hətta yoxsul və yetim istisna olmaqla əsir ki, gəlmişdi qapıya, hədislərdə var ki, hətta əsir müsəlman əsir deyildi, qeyri-müsəlman idi. Buna baxmayaraq, xanım Zəhra salamullahi əleyha və onun ailəsi özləri fədakarlıq elədilər, özləri oruc olmalarına baxmayaraq, öz paylarından keçdilər, bir hünər göstərdilər, öz paylarını yoxsula, yetimə və qeyri-müsəlman olan əsirə verdilər. Bu da Əhl-i Beyt əleyhissalamın və xanım Zəhra salamullahi əleyhanın özünün və ailəsinin bir üstünlüyüdür, bir fəzilətidir ki, onu ümmətin bəzi insanları bu üstünlüyü həzm eləyə bilməyib, onlara qarşı paxıllıq və həsəd eləyiblər.